Salam, hər vaxtınız xeyir olsun. Sınavımızın izahına baxırıq. Birinci sualla başlayırıq. X üstə gəlsin y bərabərdir 110. Buradan başa düşürük ki, x ilə y-in cəmi 10 verməlidir bizə. 10. Yəni x üstə gəlsin y bərabərdir 10 verməlidir. İndi deyir ki, yx ədədinin ən kiçik qiymətinin yx ədədi bir ədəddir. Yx ədədi. Ən kiçik qiymətini tapmalıyıq. Biz buradan versiyalar deyə bilərik ki, y-in ən kiçik qiyməti 1 ola bilər, x-in ən böyük qiyməti 9 ola bilər. Yəni, y-in ən kiçik qiymətinə 19 verə bilərik. Deyir ki, 19-un vahiddən fərqli ən kiçik bölənini tapın. 19-un vahiddən fərqli, vahid 1-dir də, 1-dən fərqli ən kiçik böləni elə 19-un özüdür. Ona görə doğru cavabımız olacaq C variantı 19-a bərabər. İkinci sualımız, bərabərsizliyinin ən böyük və ən kiçik natural həllərinin cəminin rəqəmləri cəmini tapın. Biz burada bilməliyik ki, üstəgəl 14 var deyə hər birindən nə etməliyik? 14-ü çıxmalıyıq. Çıxaq 14-ümüzü hər birindən. Çıx 14, çıx 14, çıx 14 və çıx 14. 64-dən 14 çıxanda eləyir 50. Kiçikdir 2x, kiçikdir 166-dan 14 çıxanda. 6-dan 4 çıxanda elədi 2. 6-dan 1 çıxanda 5. Bu da oldu 152. Hər birini 2-yə böləcəm. Böl 2, böl 2, böl 2. Çünki vurmanın tərsi bölmədir. Olacaq 25, kiçikdir x, kiçikdir 152-ni 2-yə böləndə 7 dəfə, bu da 6, 76. Bərabərsizliyinin ən böyük və ən kiçik natural həllərinin cəmi. Ən böyüyü 75-dir, ən kiçiyi 26-dır. Cəminin, deməli, cəmi olacaq bərabər 1 yazda 1 yadda 101. Rəqəmləri cəmi. Rəqəm cəmi də nəyə bərabərdir? 2-yə bərabərdir. E variantı bizim cavabımızdır. Üçüncü sual. Hər 4 saatda 20 saniyə geri qalan saat 5 gün sonra 12:00 göstərirsə, düzgün saat neçə olar? Hər 4 saatda 20 saniyə geri qalırsa, biz əvvəlcə bir gün tapmalıyıq. 24 saatın içərisində bir gün 24 saatdır. Neçə dənə 4 saat var? 6 dənə. Bunu belə eləyə bilərsiniz ki, 4 saatda 20 saniyə geri qalırsa, bəs 24 saatda nə qədər geri qalar? Bir gün tapıram. Çarpaz vurdum. X bərabərdir. Deməli, 120. Yəni, bir günə 120 saniyə. 120 saniyə də bilirsiniz nə deməkdir? 2 dəqiqə deməkdir. Bir gündə 2 dəqiqə geri qalır. Bir günə 2 dəqiqə. 5 günə isə 5 vurulsun 2, 10 dəqiqə geri qalacaq. İndi 5 gün sonra biri xarab saatdır, xarab saat. Biri də düzgün saatdır, düzgün saat. Deməli, xarab saatın xarablığı ondadır ki, bu 10 dəqiqə geri göstərir. Bizə də xarab saatı verib. Xarab saat geriyə qalıb və 12:00-ı göstərir. Deməli, bir daha deyirik. Hər 4 saatda 20 saniyə geri qalan saat 5 gün sonra 12:00 göstərərsə, düzgün saat neçə olar? Xarab saat geriyə qalıb, yəni xarab olub 12:00 göstərir. Bəs xarab olmasaydı, yəni 10 dəqiqə geri qalmasaydı, normal saat neçə olardı? 12:10 olmuş olardı. Doğru cavabımız olur D variantı. Bu hissəni bir daha xatırladım. Əgər bu sual tiplərini başa düşmüşsə, dərinə getməyin. Sadəcə mən sizə hər neçə sınavdan bir bəzi tiplərini göstərmə məcburiyyətindəyim ki, beynimiz inkişaf eləsin. Narahat olmayın. Yəni, bəzilərini bilirəm ki, çox çətin gələ bilər, qarışdıra bilərlər. O barədə heç bir narahatçılıq eləməyin. Düzgün saatı soruşur. Köhnəni verib, xarabı verib 12-dir. Xarab da 10 dəqiqə geri qalıb 12-dir. Geri qalmasaydı neçə olardı? 12:10 olmuş olardı. Günün keçən hissəsi qalan hissəsindən 4 saat çoxdur. Keçən hissə çoxdur, qalan hissə azdır. Hər ikisinə 12:00-mı yazıram və 4-ün az olan 4-ü 2-yə bölürəm. Şərtdə veriləndə də 2-yə bölmək lazımdır. Çox olan üstə gəlirəm. Elədir 14:00. Və saati soruşursa bizdən keçən hissəni cavab olaraq götürürük. Eyni sürətlə edən 2 dənə qatardan biri 3 saat, o biri 5 saat yolda olmuşdur. 2 qatar birlikdə 560 km yol gedib. Sürətləri eynidirsə, bunların zamanlarını toplaya bilərəm. Biri 3 saat yolda olub, biri 5 saat. Cəmi 8 saat yolda olub. 560 km yolu 8 saata gediblərsə, sürətlər neçədir? 70-dir. Cavab oldu B. 6-cı sual. Cavabı bizdən santimetrdən istəyir. 30 metri santimetrə çevirəndə 1 metri 100 santimetri deyə 30-u 100-ə vurdum.
50-ni 10-a böləcəm. Daha doğrusu 50-ni 10-a vuracam. Bu eləcək 500 sm. Çünki 1 desimetr 10 sm-dir. 2400-ü 10-a böləcəm 240 sm. 162 də elə santimetrləndir. Deməli 3000 üstə gəlsin 500, üstə gəlsin 240, üstə gəlsin 162. Topladım 2, 0 yazdı 1 yadda. 7, 8, 9, 3902. B variantı bizim cavabımızdır. Hər hektarından 3 ton məhsul götürülən bir ərazinin eni 20 metr, uzunluğu 50 metrdir. Hər hektar deyəndə, yəni 1 hektarından 3 ton məhsul götürülürsə, eni 20 metr, uzunluğu 50 metr. 20-ni vururam 50-yə. Neçə elədi? 1000 metrin kvadratı elədi. Bəs görəsən 1000 metrin kvadratından nə qədər məhsul götürmək olar? X. 1 hektarımız 10.000 kvadrat metrdir. 10.000-dən 3 tondursa, 3 tonumuz 3000 kiloqramdır. 1000 kvadrat metrindən X-dir. Çarpaz vuracam. 10.000 X bərabərdir. 3000-i vuracam 1000-ə. 3 milyon. X da bərabər 1, 2, 3, 4. 1, 2, 3, 4. Eləyəcək 300 kiloqram. Cavab olacaq C variantı 300 kiloqrama bərabər. 8-ci sual. Bir gün 10 saat 53 dəqiqə 12 saniyəni çıxmaq lazım bir gündən. Bir günümüz 24 saatdır. 24 saatı 23 saat 60 dəqiqə eləmək olar. 60 dəqiqəni də 59 dəqiqə 60 saniyə eləmək olar. Bunu saat məsələlərində xırdalamağı öyrətmişiksə. Çıxılsın 10 saat 53 dəqiqə 12 saniyə. Bu da 8. Deməli 5-dən 10-dan 2 çıxdıq 8, 5-dən 1 çıxdıq 4, 48, 9-dan 3 çıxdıq 6 və bu da elədi 13, 6, 48. Cavab oldu C variantı. Deməli, şəhərdən kəndə 55 sürətlə hərəkət edən yük maşını yola düşəndən 2 saat sonra şəhərdən həmin istiqamətdə avtobus hərəkətə başladı. Avtobus 1 saat sonra yük maşından 120 km arxada olarsa. Baxın, 55 sürəti ilə 2 saat yol gedib. Bərabərdir 110 kilometrlər. Düzdürmü? Bu 110 kilometr yolu getdi. Və sürəti 55-dir. Bunun ardınca sürəti bilinmir, x-dır. Sürəti x olan digər maşın nə edir? Yola düşür. Və avtobus 1 saat getdikdən sonra yük maşından 120 km arxada olur. İndi baxın, 1 saat ərzində, diqqətli olun, bu qabaqdakı maşın 110 getmişdi. Üstəgəl bir dənə də 55 gedəcək. 1 saatda yol gedəcək. Olacaq 165 kilometr. Qabaqdakı maşın 165-ci kilometrdə olacaq. Düzdür. Arxadakı maşını isə bundan 120 kilometr arxada olacaq. 120 kilometr. Yəni 165-dən 120 kilometr arxada. Nə qədər edir? 45. Deməli, arxadakı maşın 1 saata nə qədər yol gedib? 45 kilometr yol gedib. 165 ümumi yoldur. 120 arxadadır. 165-dən 120 arxadadırsa, deməli 165-in 45-in gedə bilib ki, 120 kilometr arxaya düşüb. Eyni məntəqədən eyni zamanda əks istiqamətdə 2 avtomobil yola düşdü. Birinci maşın 25 dəqiqəyə 40, ikinci maşın 30 dəqiqə 50 kilometr yol gedir. 2 saat sonra avtomobillər arasında məsafə neçə kilometr olacaq? 25 dəqiqəyə 40 kilometr gedirsə, bəs görəsən 60 dəqiqəyə nə qədər yol gedər? Çarpaz bunu vuraram. 25x bərabərdir 60 vurulsun 40. X da bərabərdir. Gəlin baxaq burada. Nə qədər eləyəcək? Bunu kalkulyatorla hesablaya bilərik. 2400-ü böləcəm nəyə? 25-ə. Bu da eləyəcək deməli 9 dəfəsi. Gəlin elə kalkulyatorumuzu açıb vuraq. Vaxtımız getməsin. 60 vurulsun 40 elədi 2400 bölünsün 25. 96. Deməli bunun sürəti saatda 96-dır. O birisi isə 30 dəqiqəyə 50 gedir. 30 dəqiqəyə 50 gedirsə 60 dəqiqəyə nə qədər gedəcək? X gedəcək. Çarpaz vururam. Bu da oldu 100. 2 saat sonra. Bunlar əks istiqamətə gedirsə sürətləri toplayacağam və nəyə vuracam? 2 saata vuracam. Qutardı. 196 vurulsun 2. 2 yazdıq 1 yadda. 9 yazdıq 1 yadda. 392. A variantı bizim cavabımızdır. Kater çayın axınına qarşı 6 saata 70 gedir. Axına qarşı T bərabərdir 6 saata, S bərabərdir 72 gedir. Çayın axma sürəti olur 3.
Axına qarşı olduğuna görə katerdən çıxacam çayı, vuracam T'yə bərabərdir S-ə 72-yə. Kater çıxı 3 bərabərdir. 72-ni 6-ya bölək. 12, K da bərabərdir 15. Katerin axın ilə 90 km yolu neçə saata gedər? Axın ilə kater 15-dir. Çayımız 3-dür. S-imiz 90-dır. Axın ilə olanda 15 ilə 3-ü toplayıram. Vururam zamana, bərabər edirəm gedilən yola. 18 vur T bərabərdir 90. T də bərabərdir. Neçə dəfə? Gəlin baxaq. 5 dəfə. Olurmu 5 dəfə? Bəli, 5 dəfə. Deməli, axın ilə neçə saata gedər? 5 saata gedər. 12. Bərabər yanlı üçbucağın perimetri 96-dır. Bərabər yanlı üçbucağımızın perimetri 96-dır. Bu üçbucağın yan tərəfi oturacaqdan 1.5 dəfə çoxdur. Oturacaq x-dir, yan tərəf 1.5 x-dir. Avtomatik bu yan tərəfdə 1.5 x olur və bunların hamısının cəmi nəyə bərabər olur? 96-ya bərabər olur. 4x bərabərdir 96, x də bərabər 96-nı 4-ə böləcəm. 2 dəfə 96-nı 4-ə böləndə 2, 16-nın içərisində 4, 24. Üçbucağın oturacağını tapın. 24-ə bərabərdir. 13. Ana oğlundan 3 dəfə böyüdür. 8 il sonra onların yaşları cəmi 76 olacaq. Ana, oğul x, ana 3x. 8 il sonra deyirsə, ana da 8 yaş böyüyəcək, oğul da 8 yaş böyüyəcək və bunların yaşları cəmi 76 olacaq. 4x üstə gəlsin 16 bərabərdir 76, 4x bərabərdir 60-a, x də bərabərdir 15-ə. Deməli, oğlun yaşı 15-dir, ananın yaşı 3 vur 15, yəni 45-dir. Ananın 2 il sonraki yaşını rəqəmləyəcəm. Ananın yaşı 45-dir, 2 il sonra olacaq 47. Rəqəmləri cəmdə neçə olacaq? 11-ə bərabər olacaq. C variantı bizim cavabdır. Aşağıdakı bərabərsizliklərdə A-nın yerinə yazıla biləcək natural ədədlərin cəmini tapın. Deməli, gəlin baxaq. Deməli, burada əvvəlcə 19-u 2-yə böləcəyik. 19-u 2-yə böləndə 9 qalıq qalır. Kiçikdir A, kiçikdir. 24-ü 2-yə böləndə 12 eləyir. Kəsr xətti, yəni bunu ədəd oxunda 9, 10, 11, 12 kimi göstərsək 9 qalıq buradadır və 12-yə çatmır da, yəni 12-ni götürmə icazəmiz yoxdur. Natural ədədlərin cəmi 10 ilə 11-in cəmi 21 bizim cavabımızdır. Aralarındakı məsafə 60 olan iki məntəqədən eyni istiqamətdə hərəkət edirlər. Geridə olan avtomobil 2 saat sonra digər avtomobilə çatır. Daha sonra geriyə qayıdır. Bundan 4 saat sonra onlar arasındakı məsafə 600 km oldu. Sürəti çox olan avtomobilin sürətinin rəqəmləri cəmini tapın. Bu sualda da əvvəldən aralanda 60 km məsafə var. Biri ilə o birisi arasında 60 km məsafə var. Biri o birisinə 2 saata gəlib çata bilir. 2 saata gəlib çata bilirsə 60-ı 2-yə bölürəm görün bunlar arasında sürət fərqi nə qədərdir? Yəni biri o birisindən nə qədər sürətlidir ki, hər saatda 30-30 ona yaxınlaşır və 2 saata gəlib ona nə edir? Çatmış olur. Buradan belə başa düşürük ki, bu avtomobillərdən birinin sürəti x-dırsa, digəri bundan 30 vahid çoxdur. Yəni bunun sürəti çox olmalıdır ki, 30 vahid gəlib ona çata bilsin. İndi bu gəlib buna çatandan sonra nə edir? Geri qayıdır. Bu geri qayıdır, bu da yoluna davam edir. Yəni artıq bu məsələ qarşı-qarşıya əks istiqamətli hərəkətə çevrilir. Və bunlar arasında 4 saatdan sonra nə qədər məsafə yaranır? 600 km məsafə yaranmış olur. Yəni biri x-dır, biri x-dəqəl 30-dur. Və bir dənə burada 30-u başa düşməlisiniz. Hardan başa düşək? Eyni istiqamətli hərəkətdə siz sürətləri çıxmalısınız da. V1 çıx V2 vur T bərabərdir 60 eləməlidir. T'miz 2-dir. Deməli, sürət fərqi, bunların sürət fərqi 30-dur. Sürət fərqi 30 o deməkdir ki, biri o birisindən 30 vahid çoxdur və yaxud da azdır. Yəni biri x-dırsa, biri x-dəqəl 30-dur. Bu buna çatandan sonra geriyə qayıdır. Bu da təbii ki, bunun haqqında məlumat verməyibsə, deməli eyni vəziyyətdə qalır, yoluna davam eləyir. Deməli bunlar əks istiqamətli hərəkətə keçirlər. Əks istiqamətli hərəkətdə sürətləri nə etdim? Topladım və zamana vurdum, bərabərlədim 600-ə. Buradan da 2x üstə gəlsin 30 bərabərdir 600-ü 4-ə böldüm 150. 2x bərabərdir 120-yə, x də bərabərdir 60-a. Sürəti çox olan biri 60-da az olan, çox olan isə 60-30-dur. Yəni 90-dır. 90-ın rəqəm cəmi neçədir? 9-a bərabər oldu.
Kubun səthinin sahəsi 384-dür. Bir üzünün perimetrini tapın. Səthinin sahəsi 6a kvadratı bərabərdir 384 üstürünə hesablanır. A-nın kvadratı bərabərdir 384-ü 6-ya böləcəm. Neçə dəfə eləyəcək? Deməli 6 dəfə, bu da 64. A da bərabərdir 8 vur 8 64 eləyərdi. Deməli A-mız 8-dir. Bir üzünün perimetri 4 tərəfi var bir üzünün. Hər tərəfi də 8-dirsə 4-ü 8-ə vuracam 32. A variantı bizim cavabdır. Perimetrlər cəmi 48 olan 3 kvadratı yan-yana qoymaqla alınan düzbucağının perimetri. 3 dənə kvadratı yan-yana qoyduq. Birinin perimetri 48-dirsə 48-i 4-ə böldüm. Tərəf oldu 12, 12, 12 və 12. Oldu mu? Deməli eni oldu 12, uzunluğu oldu 3 dənə 12, yəni 36. Bu düzbucağının perimetrini istəyir. Perimetri tapmaq üçün düzbucağının eni və uzunluğunu toplayıb 2-yə vururam. 2 vurulsun 48 bərabərdir 96. Perimetrini soruşur. Bir daha baxaq. Perimetrləri, üzr istəyirəm, cəmi 48-dir. Səhv oxumuşuq. Perimetrləri cəmi 48-dir. Deməli, birinin perimetri 12-dir. Daha doğrusu 3-ə böləcək də, 16-dır. Perimetrləri cəmi 48-dirsə, 3 dənə də kvadratdır. 48-i 3-ə bölürəm. Oldu nə? 16. Birinin perimetri 16-dır. 16-nı da 4-ə bölürəm ki, birinin tərəfini tapım. Birinin tərəfi olur 4. Bu zaman düzbucağımızın eni 4, uzunluğu 12 olur. 3 dənə 4. Və bunun da perimetri 4 üstəgəl 12 vur 2. 32. Cavab oldu C variantı. 18. Tənliyimizi həll eləyək. Gəlin həll eləyək. 125-in üstə 25 gələcəm. Olacaq neçə? 150. Deməli, mötərizə açdıq. 3x üstəgəl 8 bağla. Vur 3 üstəgəl 6 vurulsun. 2x üstəgəlsin 7 bağla bağla. Çıx 25 bərabərdir 125. 125-in üstə 25 gələndə neçə olacaq? Olacaq 150. Bir mötərizə sağdan, birini soldan silirəm. Vurub açaq. 3-ü 3x-ə vuranda 9x, üstəgəl 3-ü 8-ə vuranda 24, 6-nı 2x-ə vuranda 12x, üstəgəl 6-nı 7-yə vuranda 42, bərabərdir 150. Buradan da 9x-dan 12x-i toplayırıq 21x, bərabərdir 150, çıx 42, çıx 24. 21x bərabərdir 150-dən 42 çıxanda 108, bundan da 24 çıxanda 4, 8, 84. X da bərabərdir 4-ə. Bizdən də 7x üstəgəl 3-ü soruşur. Yəni 7 vur 4, 28, üstəgəl 3, 31. Cavab oldu B variantı. Perimetri 84 olan düzbucaqlıdan sahəsi 49 olan kvadrat kəsib götürdülər. Bir dənə düzbucaqlımız var. Perimetri 84-dür. Sahəsi 49 olan kvadrat kəsiblərsə, bu 49-sa tərəf olur 7. Deməli, düzbucaqlının eni 7 imiş. Bu düzbucaqlının eni 7 imiş. Alınan yeni düzbucaqlının perimetrini tapın. Baxın, 80, biz bilirik ki, buranın uzunluğunu bilməyəndə x yazırıq. 7 üstəgəlsin x vurulsun 2 bərabərdir 84-ə. 7 üstəgəl x bərabərdir. 84-ü 2-yə böləcəm. 42. X da bərabərdir. 42-ni 7-yə böldüm. Neçələdir? 35 elədi. Deməli, bizim düzbucaqlının ümumi uzunluğu 35 imiş. 35-dən 7-ni kəsib götürüblərsə, 35-dən 7-ni çıxacam, olacaq 28. Yəni, düzbucaqlının uzunluğu 28-dir. Alınan yeni düzbucaqlının perimetrini tapın. Perimetri tapmaq üçün, yəni yeni düzbucaqlı bu hissədir. Eni 7-dir, uzunluğu 28-dir. Toplayıb, nəyə vuracam? 2-yə vuracam. 2 vur olsun. Deməli, 35. O da dedi 70. Cavab oldu A. 20-ci sual. 4A üstəgəl 10 dərəcəli bucağın kör bucaq olması üçün A-nın ala biləcəyi ən böyük natural qiymət neçədir? Biz bilməliyik ki, kör bucaq olmağı üçün bu nədən böyük olmalıdır? 90 dərəcədən böyük olmalıdır. Ona görə 4A böyükdür. 90-dan 10-u çıxıram 80. A da böyükdür. 80-i 4-ə böldüm 20. A 20-dən böyük olmalıdır. Deməli, 20-dən böyük olmalı. Bunu bilir. Bizdən isə nəyi soruşur? Ən böyük qiymətini soruşur. Burada bərabərsizliyin iki tərəf var da.
180-dən kiçik olmalıdır, bilirsiniz. 20-dən də böyük olmalıdır. 90-dan da böyük olmalıdır. Yəni bunu iki tərəfli eləməli, çünki A-nın ala biləcəyi ən böyük qiymətini soruşur. Siz bilməlisiniz ki, 4A üstəgəl 10 90-dan böyük, 180-dən kiçikdir. Mən bir tərəfini yazdım, iki tərəfini də yazmalıyıq. Əvvəlcə 10 çıxırıq hər birindən. Çıx 10, çıx 10, çıx 10. Elədi 80, kiçikdir 4A, kiçikdir 170. Hər birini 4-ə böləcəm. Böl 4, böl 4, böl 4. 20 kiçikdir A, kiçikdir 170-i 4-ə böləndə eləyəcək deməli 4 dəfə, onun içərisində 2 dəfə 42 və qalıq qalacaq. Deməli, ən böyük natural qiyməti 42 ola bilər. 21-ci suala baxırıq. Aynur, Murad və Zamiqin yaşlarının cəmi 40-dır. Aynur Muraddan 4 yaş böyük, Murad Zamiqdən 3 yaş böyük olarsa, baxın, Aynur Muraddan 4 yaş böyük, Murad da Zamiqdən 3 yaş böyükdür. Murad da böyükdür Zamiqdən 3 yaş. Deməli, Zamiqin x yaşı varsa, Muradın x üstəgəl 3 yaşı var, Aynurun da x üstəgəl 7 yaşı var. Muradın neçə yaşı var soruşur. Hamısını toplayıram. X üstəgəl 7, x üstəgəl 3, üstəgəl x bərabərdir 40. 3x üstəgəlsin 10 bərabərdir 40-a. 3x bərabərdir 30-a. X bərabərdir 10-a. Muradın neçə yaşı var? 10 üstəgəl 3. Yəni 13 yaşı var. C variantı bizim cavabdır. Düzbucağının eni uzunluğunun 4/3 hissəsindən 6 cm qısadır. Bizim bir dənə düzbucağımız var. Uzunluğu x-dır. Eni uzunluğunun 4/3 hissəsindən 6 cm qısadır. Yəni 4/3 x çıx 6-dır. Düzbucağının perimetri 128-dir. Bilirsiniz də eni ilə uzunluğunu toplayanda və 2-yə vuranda nə alınır? Perimetr alınır 128. 128-i 2-yə bölürəm. Eləyir 64. 6-nı sağa keçirəm. 6-nı sağa keçəndə 64-ün üstə 6 gələndə eləyir 70. Hər birini 4-ə vuracam. Vur 4, vur 4. Eləyir 4x üstə gəlsin 3x. 4-lər getdi. Bərabərdir 280. 7x bərabərdir 280. X də bərabərdir 40-a. Sahəsini tapın. Düzbucağının uzunluğu 40-dır. 40-ı böləcəm 4-ə, vuracam 3-ə. 4-ə böləndə 10, 10-u 3-ə vuranda 30. 30-dan 6 çıxıram 24. Eni oldu 24. Sahə 40 vurulsun 24. 0, 6 yazdı. 1 yadda 960. A variantı bizim cavabdır. A və B məntəqələri arasında məsafə 81-dir. Kater A məntəqəsindən B məntəqəsinə qədər yolu axın istiqamətinə 3 saata, B-dən A-ya qədər yolu isə 4,5 saata getdi. Deməli, kater üstəgəl çay axın ilə vur T-yə 3 bərabərdir 81. Həmin yolu kater çıx çay vurulsun 4,5 bərabərdir 81. Deməli, katerlə çayın cəmi 81-i 3-ə bölürəm 27-dir. Katerlə çayın fərqi 81-i nəyə böləcəm? 4,5-ə böləcəm. Biz burada 2 ədədin cəmi və fərqini tapmış oluruq. Deməli, 81 bölünsün 4,5. Neçə elədi? 18 elədi. Bizdən də gəlin çayın sürətini tapaq. Çay bərabərdir. 2 ədədin cəmi və fərqi verilibsə, bu ədədləri çıxıb nəyə eləməliyik? 2-yə bölməliyik. Çayın da sürəti oldu 4,5. İndi bizdən soruşur ki, sal bu məsafəni neçə saata gedər? Salın sürəti çayın sürətidir. 81-i böləcəm 4,5-ə. 81-i böləcəm 4,5-ə. Elədi 18. Cavabımız oldu 18-ə bərabər. Niyə 4,5-ə böldüm? Çünki salın sürəti ilə çayın sürətinə bərabərdir. Gedilən yolu böldüm sürətə. Burada 365-i 3-ə böləcəyik. 3x üstəgəl 4 böyükdür bərabərdir. Böləndə 5 dəfə 15-in içərisində 5, 55. 3x böyükdür bərabər 55-dən 4 çıxanda 51. X da böyükdür bərabərdir 17. X-in ala biləcəyi ən kiçik ədəd tapın. Ən kiçik ədəd elə 17-nin özüdür. A var. Baxaq 25-ci sualımızın izahına. Verilmiş fiqur bir bərabər tərəfli üçbucaq və 2 kvadratdan ibarətdir. Kvadratın bir tərəfinin uzunluğu 6 cm olarsa, şəkildəki fiqurun perimetri neçə santimetrdir? Neçə millimetrdir? Baxın, kvadratın bir tərəfinin uzunluğu 6 nədir? Santimetrdir. Bir tərəfinin uzunluğu 6 santimetrdir. Əgər kvadratın tərəfi 6-dırsa, bura 6, 6, 6, 6 və üçbucaq da bərabər tərəflidirsə, bu da 6, 6, 6, 6. Yəni fiqurun bütün tərəfləri 6-dır.
Bizdən şəkildəki fiqurun perimetrini soruşur, düzdür? Baxın, tərəfi santimetrlə verir və perimetri millimetrlə soruşur. Mən bilirəm ki, bunun tərəflərinin cəmi nədir? Perimetr verir. Perimetr kənar xəttlərin cəmidir. Yadınızda saxlayın, kənar xəttlər. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6 və 7. 7 dənə kənar xətt var. İçəridəki xəttlər sayılmır, çünki perimetr ancaq kənar xəttlərin cəmidir. Hər biri 6 santimetrdirsə, 7-ni 6-ya vuram, 42 santimetr. Amma cavabı millimetrlə istədiyinə görə 420 millimetr bizim cavabımızdır. 420 millimetr.